Bakın size kurban olun. Hele bir halanımız al. Ne olar? Ağlamadan o kız da heyecanlanır var. Ne de ağlıyor. 9'u günündən almışam darama. Nələr baş verir? Rəhman gəlir. Gördüm, ağıda beyaz Zeynep dedim, kurban ol, sen onlar tərifləydin, orada qalmışam. Zeynep azarım rəhmə. Ələcim buna da. Ananın ümidi yalnız Rəhmanadır. Bu gördüğünüz bu evdə bir ana yaşayır. Ananın fəryadı əsasında gəlmişik. Kömək istəyir ana, fəryad istəyir, imdad istəyir. Kanal 21 bu ailəyə köməklik edə biləcəkmi? Bir damın altında iki xəstəyə yardım edən olacaqmı? Hörmətli izləyicilər, gördüyünüz kimi biz Ağcabədi rayon Hərzaslanov küçəsindəyik. Bu küçəyə gəlməyimizin məqsədi budur ki, bu gördüyünüz bu evdə bir ana yaşayır. Ananın fəryadı əsasında gəlmişik. Kömək istəyir ana, fəryad istəyir, imdad istəyir. Bir dənə zəhmət olmasa daxil olaq içəri, görək bu ananın fəryadı ki, nə istəyir, niyə kömək istəyir? Bir dənə zəhmət olmasa daxil olaq. Gəl. Salam aleyküm ana. Aleyküm salam, xalam sağ olun. Nətərsiniz, nə var, nə yox? Sağ ol, heç nətəri. Buyur, müraciət eləmişəm, gəlmişik. Nədir problem lan? Problemim odur ki, özüm paraliz xəstəsiyəm, başına döyürüm. Bəli. Balam da 32 yaşı yoxdur hələ, xərçə xəstəliyidir. El cəmaat qovum öylət yığıb elətdirir. İndi imkanım çatmır biz elətmək. Balam gözümün qabağında əriyir, ölür az qala. O vəziyyətdəyim. Elin oğlanlarından müraciət edirəm. Bir ana kimi mənə kömək eləsin, yalvarıram. Elin qızlarından, oğlanlarından, imkanlılardan yalvarıram onlara. Bütün nə qədər imkanlı oğlanlarımız var, ona yalvarıram ki, mənə kömək eləyin. Mənim balam ölməsin. Mən zulümlə saxlamışam o balaları. Banisiyələrdə ağdam qalmıyor, İsparaket qalmıyor, hər yeri gəzmişəm. İndi zəliləm, qalmışam yol, bilmirəm kimə müraciət edeyim. Neçə yaşı var anam qızım? 32 yaşı tamam deyil hələ. İndi bilmirəm ki, mən nə deyim daha. Qalmışam belə ki, indi dedim sizi çağırdım ki, gəlin, nə olar, mənə kömək eləyin. Elimin oğlanlarına müraciət eləyin, mənə kömək eləsin. Ayrı imkan yerim yox. Sizin öyle əliliyiniz var, qrupunuz var. Yox, bir tərəfim paralizdir, bir də bövrəklərim xəstədir. Bövrəklərimi analiz götürüblər, gəlib evdən. Bir dəfə müalicə sonra imkanım olmadı. Əlillik alın, pensiya alın. Yox, heç nə başına oturum, heç nə almırım. Hansı ki o dediğin qız da almır. Heç kim, 5 baş ailədən bir dənə bir qız işləyir, bizi o saxlayır. Qaz pulun verə bilmir, su pulun verə bilmir. Gəlib qazımızı kəsmişdirlər, xəstə uşağım olar. Xəstə hardadır? Xəstə evdədir, qurban olun. Bir dənə keçib baxaq, onlar çəkir. Bizim xəstəsidir. Gedək baxaq, sağ qurban olun, xalan sağ qurban. Ev arram, mənə kömək elə. Qoymasınlar balam ölə. Dözə bilmirəm, hələ bitirdədir, dözə bilmirəm. Keçib. Balam bak burada bitirdi. Bak bitirdi. Yemeksiz susuz. Bak o bahisi geleceği, onda da ona çay su verecek. Nədir, kimə müraciətdir? Müraciət elə, kimə müraciət eləmin, elimin yaxşı imkanlı oğlanlarına, qızlarına, imkanlı, harada imkanlılar var, yaxşı, ürəyində Allah'ı hüququ olanlara, Allah adamlarına, hamısına müraciət edirəm, mənə kömək eləsin, balam ölməsin. Bir də eləyib, ham eləyib, qohum, ölət. Ya tam eləyib, indi imkanım çatmır. Əməliyyat olunub da? Əməliyyat olub bir də olacaq. Başında şiş var da? Başında xərçə xəstəliyi var. Yarısını götürürlər, yarısı qalıb. Ailə qurmuyub da? Yox, ailə zat qurmuyub. Cavan qızdır, cavan uşaqdır. Allah yaxşı insanlara kömək olsun. İnşallah Allah xətrinə. Dəyərli izləyicilər, gördüyünüz kimi bananın fəryad eləyir. Yəni cavan qızdır, gördüyünüz kimi.
xərçəng xəstəsidir. Yəni burada kart şəkli qoyanda dəyərli izləyicilər spama düşür. Yəni kartı ana deyəcək indi, nömrəsini də burada deyəcək. Xahiş edirəm hər bir Azərbaycanlı, hər bir insanla, əsas da Ağcabədi elimə, obama müraciət edirəm. Ağcabədinin 140 min əhalisi var, dəyərli izləyicilər. İmkanlı olanlardan hələ 1 manat, 5 manat, 10 manat, kimin qəlbindən nə çıxır, dəstək olsa bu gözəl bazımızı dəstək olarıq. Birinci Allah şəfasını versin, ikinci də elimizdən, obamızdan, şəxsən biz də Kanal 21-in bölgə müxbiri kimi xahiş edirəm bütün insanlardan, Ağcabədilərdən, həkimlərdən, idarə rəhbərliyindən xahiş edirəm dəstək olun, kömək olun. Bir ananın fəryadına səs verin, səsinə. Buyur anam, bir də müraciət edin. Vallahi çözə bilmirəm. Ürəyimdə qəzədi, təkir araya bilmirəm, yalvarım. Yalvarım Azərbaycan xalqına, yalvarım oğlanlarımıza, yaxşı imkanlı oğlanlarımıza. Benim balama kömək eləsin. Allah xətrinə. İsmail Qurbanı gəlir. 12 mamı müsibətli günü gəlir. Elə onun xətrinə ma kömək eləsinlər. Allah'ı görsünlər, göydən Allah baxır. Elə o ma yox, elə onun cavanlığına kömək eləsinlər. Əməliyyat harada olur ana? Bəlkə də olur. Bir də zəhmət olunca kartın qətdən nömrəsini deyin. Dəyərli izləyicilər, gördüyünüz kimi anamız buna görə fəryad edir, kömək istəyir. Mən də bir Ağcabədi kimi, bir Azərbaycan oğlu kimi, bütün xalqıma, Ağcabədilərə hələ 1 manat, 5 manat Allah xasinə deyir, əl tutmaq əldən qalır. Gördüyünüz ananın vəziyyəti budur, bacımızın da vəziyyəti odur. İndi buradan nömrələrini də deyirəm, ola bilər kimsə yəni dəstək ola bilər nömrə ilə 051 681 94 19 təkrar edirəm 051 681 94 19 nömrələridir. Kapital bançları var, kartları var 41 69 73 85 57 77 60 89 Mehtiva Nərmin adınadır, bacısının adınadır. Mehtiva Mehrigüllər xəstəmizdir, bacımızdır. Xahiş edirəm, dəstək olun, bir daha təkrar edirəm. 41 69 73 85 57 77 60 89 Kapital Bankdır. Burada niyə nömrələri, kartın nömrəsinin, məsəl üçün, özüm qoymuruq oraya, ekrana, ona görə ki, spama düşür. Baxa bilmir izləyicilər, xahiş edirəm, dəstək olun. Hər bir insan 1 manat, 5 manat, 10 manat, gözəl qardaşlar, gözəl bacılar, gözəl analar, xalalar, xahiş edirəm, bir igid oğlu kimi, el oğlu kimi xahiş edirəm ki, dəstək olun bu anıya. Bu xəstə bacımıza dəstək olar. Allah köməyiniz olsun, inşallah dəstək olar ana. Narahat olmayın. Allah köməyiniz olsun. Elimizi ovamıza dəyməsin. Allah sizə dəyməsin. Sizin kimi oğlanlara dəyməsin. Cəmaatımıza dəyməsin. Elimə dəyməsin, günümə dəyməsin. Birinci dəfə elətdirəndə də elimi günüm eləyib. Hamısı yığılıb eləyib. Sağ olsun, xeyrsevər insanlar var. Yaxşı oğlanlar eləyib, göndərim ha. Göndərib elətdirmişəm balamı. Ağcabədi rayonunun Moskvada oğlanlar var, igid qardaşlarımız var, gözəl insanlar var. Xahiş edirəm, Moskvada yəni ki, Azərbaycandakı kimi vəziyyət yoxdur da, orada bir balaca, bir dənə kimsə ağsaqqallıq eləsin, düşsün qabağa, oradakı gözəl qardaşlardan dəstək olun. Allah canını sağ eləsin, təşəkkür edirik, minnətdarlıq edirik, halal eləyin əziyyətinizi, dəstək olanlara Allah kömək olsun.